Oqtay bəy, hara gedirsiniz? Sara xanım, bu günlərin biz DNS korporasiyasının keçirtdiyi Sağlamlıq Günü tədbirində idik. Hansı ki, bu tədbirlərimiz ayda cəmi bir dəfə baş tutmuş olur. İndi isə tədbirimizin yekun hissəsidir, gördüyünüz kimi. Və bu tədbirdə bir çox regional tədbir olduğu üçün bir çox şəxslər həm rayonlardan, həmçinin ətraf ərazilərdən, şəhərdən bizə müraciət eləmişdir. Ümumən mən sizə şirkət haqqında belə bir məlumat vermək istəyirəm ki, TNS şirkəti 93-cü ildə yaradılmış Tyanzin şəhərində nəhəng bir korporasiyadır. 1997-ci ildə isə dünya bazarındası. 2002-ci ildən rəsmi şəkildə gördüyünüz bu şirkət Azərbaycanda 100 illik müqavilə ilə həm ədliyyə, həm səhiyyə və həmçinin Qida Təhlükəsizliyi Agentliyinin tam rəsmi sertifikasiya prosesindən keçərək artıq 24 ildir ki, Azərbaycandakı böyük fəaliyyətini günü-gündən uğurla daha peşəkarcasına reallaşdırmış olur. Bu tədbirimiz isə ayda bir dəfə keçirilən bir tədbirlər siyahısına daxildir və bu tədbirlərimizdə insanlar bizim məhsullarımızdan stendlərə yaxınlaşaraq peşəkar mütəxəssislər tərəfindən ətraflı məlumatlar əldə edir, həmçinin yararlanır və ətrafına tövsiyə görür. Siz də belə bir tədbirlərimizdən yararlanmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.